Hamıya salam. Mən Regional İnkişaf İctimai Birliyinin könüllüsü Milana İsmayıllı. Bugün sizə Bakı Marafonu 2026-nın könüllülük proqramı haqqında məlumat verəcəm. 2016-cı ildən etibarən Heydər Əliyev Fondu tərəfindən Küləyə Qalib Gəl şüarı altında təşkil olunan və hər il minlərlə iştirakçını bir yerə gətirən marafon bu il ilk dəfə 21 kilometr yox, 42 kilometr olacaq. Əvvəlki illərdə yarış Bayraq meydanından başlayıb elə orada da başa çatırdı. Bu il isə marşrut bir qədər dəyişib. İştirakçılar Bayraq meydanından start götürərək Sibriz ərazisindəki finişə qədər yarışacaqlar. Keçən ildə olduğu kimi bu ildə Bakı Marafonunun könüllülük proqramı Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilir. Marafon kimi böyük tədbirin arxasında dayanan ən vacib qüvvələrdən biri də məhz könüllülərdir. Könüllü olaraq biz nə qazanırıq? Yeni təcrübələr, unudulmaz xatirələr və əbədi dostluqlar dəyərlidir. Uğurlu fəaliyyətimizin yekununda isə hər birimiz sertifikatla təltif olunuruq. Marafon könüllüsü olmaq üçün siz qeydiyyat, müsahibə və müxtəlif təlimlərdən ibarət mərhələlərdən keçirsiniz. Qeydiyyatı tamamladıqdan sonra siz müsahibə mərhələsinə dəvət olunursunuz. Müsahibənin əsas məqsədi sizi daha yaxından tanımaqdır. Müsahibənin nəticələri aprel ayının ilk həftəsində açıqlanacaq. Müsahibə mərhələsində uğurla keçəcəyiniz təqdirdə növbəti mərhələ olaraq sizi ümumi təlimlər gözləyir. Təlimlər zamanı aktiv olmağı, öz fikirlərinizi və suallarınızı bildirməkdən çəkinməməyi tövsiyə edirəm. Çünki bu amillər sizə növbəti mərhələ üçün seçim prosesindən uğurla keçməyə kömək olacaq. Əgər bu mərhələni də tamamlasanız, fəaliyyət göstərəcəyiniz rol və məkan üzrə təlimə dəvət olunacaqsınız. Məkan təlimi zamanı bütün könüllülər komandalara bölünür. Məsələn, mən keçən il Dəniz Vağzalı ərazisində yönləndirmə komandasındaydım və təlim zamanı həmin ərazini gəzərək fəaliyyətimizlə əyani şəkildə tanış olmuşduq. Bütün seçim mərhələləri yekunlaşandan sonra isə artıq marafon günü gəlib çatır. Marafon barədə məlumatlardan xəbərdar olmaq və günün atmosferini hiss etmək üçün aşağıda qeyd olunan səhifələri izləyə bilərsiniz. Düşünürük ki, bu video sizin suallarınızın çoxunu əhatə etdi. Əlavə suallarınızı şərhlərdə qeyd etməyi unutmayın. Hər birinizə bol uğurlar və seçim mərhələlərindən müvəffəqiyyətlə keçməyi arzu edirik. Bakı Marafonunda birlikdə küləyə qalib gəlmək üçün görüşmək ümidi ilə. Sağ olun.